26-cı ildə istehsal olunacaq RAM-ların, yəni operativ yaddaşların 40% OpenAI üçün istehsal olunacaq. Yəni ki, artıq OpenAI 26-cı ildə istehsal olunacaq RAM-ların 40%-ni alıb. Bu isə dünya bazarında operativ yaddaşın qiymət artımına gətirib çıxardacaq. Belə bir proses əlbəttə ki, dünya device bazarında device'ların qiymətinin artmasına səbəb olacaq. Apple da bu qiymət artımından kənara dura bilməyəcək. 26-cı ildə istehsal olunacaq iPhone 17 seriyasının qiyməti bahalaşacaq. Getdik. Ayağım, dedim ya sözü. Gizmoçayan öz mənbələrinə istidandan bu barədə ilk məlumat verən oldu. Onlar iddia edir ki, iPhone 17 Pro və 17 Pro Max-larda olan 12 GB LPDDR5X RAM modullarının qiyməti artıq $30-dan $70 qədər artıb. Bu 100% qiymət artımını göstərir. Buna görə də Apple böyük ehtiyatlarına baxmayaraq 26-cı il ərzində Pro smartfonlarının hazırki qiymətlərini qoruyub saxlaya bilməyəcək. Bundan başqa SK, Hynix və Samsung ilə mövcud təchizat müqaviləsi gələn ilin yanvarında başa çatacaq. Bundan sonra təchizat şərtləri dəyişəcək. Hazırki RAM bazarındakı vəziyyəti nəzərə alsaq, bunun müsbət nəticə olması ehtimalı azdır. iPhone 17 Pro və iPhone 17 Pro Max üçün dəqiq qiymət artımı dəqiqləşdirilməyib.